Keçən əsrlərdən Qarabağa gedən yol. Tarixin iz saldığı zaman köprüsü. Söz uçar, yazı qalar, deyib atalar. Qarabağda yazı və söz dünyasının mənbəyi kimi indiki dövrdə də yaşamağa davam eləyir. Tarixə nəzər salsaq görərik ki, yazsaq yazımız, desək sözümüz daim təzyiqlərə məruz qalıb. Amma xalqın birliyi, mədəni və dərin irsi bu izlərin silinməsinin qarşısını aldı. Həmin birliyin nümunəsi kimi tarixi faktlardan birinə nəzər salaq. 19-cu əsrin əvvəllərində Qarabağ xanlığı öz müstəqilliyini itirdi və Rus ordusu bu torpaqlarda möhkəmlənmək üçün yeni siyasi adlar qoymağa başladı. Çar Rusiyasının ordusunda xidmət edən general Pavel Qaryagin bu ərazilərdə hərbi əməliyyatlar keçirənlərdən biri idi. Onun adı Qarabağ bölgəsinin əhəmiyyətli hissəsi sayılan ərazilərdən birinə verildi. Həmin bölgə ilkin adı ilə desək Qarabulaq, indiki Füzuli rayonu idi. Qaryagin adı burada yaşayanların mədəniyyətini, tarixini və ruhunu əks etdirmirdi. Sadəcə xarici bir gücün bu torpağa buraxdığı izlərdən biri idi. Xalqın öz mədəniyyətinə və irsinə olan ehtiramı nəticəsində 1959-cu ildə tarix bir daha dəyişdi. Qaryagin adı 1959-cu ilin aprelində Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə dəyişdirilərək Füzuli rayonu olaraq adlandırıldı. Burada yaşayan insanlar təkcə torpaqla dolanışığını təmin eləməyib, musiqidə, poeziyada, incəsənətdə öz dərin izlərini qoyub. Qarabağın düzən ərazilərində yerləşən Füzuli, muğamın zəngin notları ilə hər zaman dil açıb, poeziyanın incə çalarları ilə nəfəs alıb. Keçən əsrlərdən Qarabağa gedən yol. Tarixin iz saldığı zaman köprüsü.